Salam, hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, sizinlə yenə də Qopuz Media qrupunun rəhbəri Azad İskəndərlidir. Əziz tamaşaçılar, demək yenə də mən sizə bu xəstəxanalarla bağlı danışacağam. Bu sosial şəbəkələri açmaq olmur, sizlərin o paylaşdığınız videoların əlindən, yəni hər bir videoda da qeyd olunur ki, bizdən rüşvət istədilər doğum şöbələrində, bizdən nə bilim, cərrah bizə siyahı verdi ki, get dərmanları çöldən al gətir, bizdə belə dərmanlar yoxdur və digər bu və ya buna bənzər şikayətlərini səslənin oradan. Və hətta bayaqları birini gördüm, girib əlində telefon tibb bacısını çəkir və oradan da cənab prezidentə şikayət edir ki, baxın cənab prezident, tibb bacısı mənə iynə vurmur. İndi əziz dostlar, mən haşiyadan kənara çıxan bir dənə bu məsələ ilə bağlı qoy fikrimi bildirim. Əziz dostlar, da indi bizi tanıyırsınız, 40 ilə yaxın ictimai siyasi sektorda çalışırıq. Hər şeydə görürük, bilirik və bu gün də həmin o gördüyümüz, bildiyimiz şeyləri istəyirik ki, köməklə hökumətə, dövlətə, yəni bizim işimiz ondan ibarətdir ki, qanunvericiliyin əməl olunmasına yardım etməkdir bizim işimiz. Biz də ona görə çalışırıq tam şəkildə öz mövqeyimizi hər zaman ortaya qoyaq. Əziz dostlar, demək, bu məsələni mən başa düşə bilmirəm. Nədən ötərədir? Adi bir süpürgəçidən şikayətiniz olur. Çəkirsiniz ki, cənab prezident, cənab vitse-prezident, cənab prezident, cənab vitse-prezident. Prezident sizin üçün nədir? Prezident dövlət başçısıdır. Süpürgəsindən şikayəti get, JEK-in müdirinə bir dənə şikayət ərizə yaz, ver də. Heç biriniz, heç kim, bizim millət rəsmi şikayət etməyə getmir. Hətta durub bizə də şikayət eləyəndə bizə də bildirirlər ki, mənim adım olmasın sanallah, mənim adım olmasın. Gör hansı variantları seçirsiniz, sənin adın olmasın, kimin adı olsun? Hər şey mənim adım olsun. Desinlər elə bu adamlar xalqı qaldırırlar bizim üstümüzə. Niyə sizin adınız olmasın? Niyə siz gedib rəsmi şikayət eləmirsiniz? Bu adi süpürgəçidən şikayətiniz var. Niyə gedib JEK-in müdirinə şikayət vermirsiniz? Sizə tibb bacısı iynə vurmursa, niyə gedib xəstəxananın direktoruna şikayət etmirsiniz və yaxud da ki, təbibin rəhbərliyinə gedin, rəsmi bir ərizə alın, yollayın. Nədir bu telefondan çəkib ictimailəşdirirsiniz, bütün dünya baxır buna. Bu da savadsızlığınızdan irəli gəlir. Bir savadlı adam bunu eləməz. Bunu eləyənlər hamısı savadsız adamlardır. Tənbəllik eləyir ərizə yazmağa, qorxur rəsmiyyətə düşməyə və yaxud da ki, ilaxır səbəblərdən eləmirlər bunu. Dövlət başçısı siz üçün oyuncaq deyil. Hərə durub bir şəkil çəkilir, biz cənab prezident, cənab prezident. Utanmırsınız? Utanmırsınız? Hələ indi bu videonun altından durub o bəzi düşük adamlarda hələ kommentlər yazacaqlar burada. Öz dünya görüşünə uyğun, öz ağlına uyğun başlayırlar mənə cavablar verməyə. Dünya görüşdə sıfır. Ona uyğun mənə nə cavab verəcək ki? Xəstəxanalarla bağlı şikayətləri birbaşa təbibin qaynar xətti var, təbibin rəhbərliyi var və şikayət etdiyiniz xəstəxananın rəhbərliyi var. Birbaşa gedin, gülün yanına ərizənizi ona verin. Biz artıq bezmişik bütün bunları deməkdən. Xəstəxanalarda bilirik, vəziyyət ağırdır. Ona görə ki, qoca həkimlər işləyir orada. Gənc kadrlarımız yoxdur. Gənc kadrlarımızı qaçırdıblar. Gənc kadrlar əyalət rayonlarına gəlmək istəmir. Hamısı ilişib Bakıda qalıblar. Eləsi də ki, işləmir, Bakıda gedib al-marketdə satıcı işləyir, həkimdir. Gəlib orada işləyir, satıcı al-marketdə, amma gəlib əyalət rayonlarının xəstəxanalarında işləmirlər. Kiminlə işləsin? 65, 70, 75 yaşında qocalar evidir xəstəxanalar hamısı. Xəstəxanalar hamısı qocalar evidir.
İndi məndən küsənlər də var. Mən bu sözü dediyimə görə, tez-tez bu ifadələri işlətdiyimə görə mənim dostlarım da var, mənim qohumlarımdan da var, o yaşda orada işləyirlər. Vallahi mən bilmirəm, yalandır, düzdür. Mənə məlumat gəlib ki, Hacıqabul rayon xəstəxanasında 83 yaşında Əli doktor adında adam işləyir. Bu adamlar 50 yaşdan sonra insanların hamısının sağlamlığı bozulmağa başlayır. İnsan öz sağlamlığının saxlayıb, qoruyub saxlamalıdır. Nəinki digərlərin. Və yaxud da ki, niyə bizim xəstəxanalarımız gəncləşmir? Niyə bizim səhiyyəmiz gəncləşmir? Niyə bu qocalar evinə çönüb səhiyyəmiz? Mən buradan birbaşa təbib rəhbərliyinə üzümü tutub deyirəm. Xəstəxanamız niyə qocalar evidir? Bilirsiniz, dəfələrlə demişəm, yenə də deyirəm. 6 ayı o yaşlı həkimlərlə, 6 ayı 2500 manat rüşvət müqavilə bağlanı işlədilir olar. 6 aya 2500. Məsələn, Səlyandan eşitmişəm. Demək ki, digər rayonlarda da var. Belə şey mi olar? Bu niyə gəncləşmir? Niyə gəncləşmir? 30 il roddomu müdürü işləmək olar. 25 il doğum şöbəsi müdürü işləmək olar. 25 il cərrahiyyə şöbəsi müdürü işləmək olar. 30 il poliklinika müdürü işləmək olar. Bu nə vaxta kimi gedəcək ki bu şeylər? Bəli, xəstəxana direktorları işdən çıxarıldı. Nə fayda? Bütün şöbə müdürləri yenə öz yerində qalıb, həmin o təyin olunan xəstəxana direktorları eyni qayda keçmiş direktor necə işləyirsə, bunlar da həmin adamla eyni formada davam edirlər. Heç bir dəyişiklik yoxdur. Məsələ Anar müəllim, o şöbə müdürlərinin dəyişilməyindədir. Biz ölkə ictimaiyyəti nümayəndələri xalqın içindəyik, onların narazılığını da bilirik. Ölçürük, termometr kimi xalqın narazılığını, etirazını və buna görə biz deyirik ki, bunlar yenilənsin şöbə müdürləri, gəncləri gətirsinlər bura, gəncləri Bakıdan əyalət rayonlarına gətirilsin. Bununla bağlı bir maariflənmə işləri aparılmalıdır. Şəxsən mən qeyri-hökumət təşkilatının rəhbəri olaraq mən təbiblə əməkdaşlıq etməyə hazıram bu sahədə. Amma baxmayaraq ki, mən 10 dənə məktub yazmışam təbibə ki, mən görüşmək istəyirəm oradan, mənə cavablar gəlir ki, qrafika uyğun sizə zəng vurulacaq. Hələ də vurulur. Bu nətər işləməkdir, bu nə deməkdir, bu biz necə var? Xalqın dilində danışıram, cəmaatın dilində danışıram. Bədii ədəbi cümlələrdən istifadə eləmirəm ki, əhali, xalq, cəmaatımız mənə başa düşsünlər ki, mən nə demək istəyirəm. Bu şöbə müdürlərinin işdən çıxarmaq lazımdır. Xəstəxananın ab-havasını, xəstəxanaya girəndə insanlar ab-havanın dəyişdiyini görmədilər. Təbibə yeni rəhbərlik gəldiyini hiss eləməlidirlər. Baxırsan, o yeməkxanaları eyni vəziyyətdə işləyir. Xəstəxanaları, yeməkxanaları eyni vəziyyətdə işləyir. Mən 10 dəfə dedim ki, Sabirabadda katey var. Katey deyilən yer var orada işləyir. Ora 8 ay bağlı qalıb. 8 ay bağlı qalıb, ondan sonra təzədən açıb işlədilər. Bizə verilən məlumata görə onu Fövqəladə Hallar Nazirliyi bağlaymış, sonra açıblar, amma mənə bir nəfər zəng vurdu ki, mən ora getmişdim Sabirabad rayonuna, orada kateyə girdim, oranı işlədən xanımla söhbət elədim, öyrəndim, dedi ki, bu Fövqəladə Hallar bağlanmayıb, başqa səbəblə güya bağlanılmış, amma yenə də açılıb. Mən xahiş elədim ki, onu gedib yoxlasınlar, görsünlər Fövqəladə ora bağlayıb şualanmaya görə. Ora doğrudurmu, dürüstdürmü, yoxsa səhvdirmi? Mən buradan bunu görürəm, xəstəxananın o əvəz edicisi var, həvalə olunan Sabirabadın direktoru. O oradan
orada işleyen xanımın ərin ölkədir. O mənə zəng vurur, hədə qorxu gəlir ki, mən yoldaşıma nə deyimsə, yoldaşım sizdən şikayət eləyir. Bunlar bədbaxt uşağı. Bunlar bu Afrikanın o şey var ya, o Afrikada qaralar o heyvanı diri-diri tutub yeyirlər. Bunlar o səviyyədə hələ də yaşayırlar. Onlar bu səviyyədə hələ yaşayırlar. Yəni biz buna şər böhtan ataq ki, qadının əli ilə. Ki bu dayı də bura gəlməsin. Budur da biz bundan şikayət veririk. Anar müəllim. Bundan şikayət veririk. Bir də ki, yenə də mən narazılığımı yenə də bildirirəm əhaliyə ki, xəstəxanalara gedib çəkilişlər çəkib göstərməyin hər yerə. Mən İnsan Haqları Müdafiə Təşkilatının rəhbəriyəm, özdə eyni zamanda da Qopuz Media qrupunun rəhbərliyəm, Qopuz televiziyamız var, filan var. Bir dəfə görmüşsünüz mən harasa çəkəm göstərəm. Harayla, nəyləsə bağlı şikayətiniz varsa, xahiş edirəm onu gedin birbaşa həmin idarənin rəhbərliyinə rəsmi şikayət ərizası verərəm, müraciət edin. Amma çəkib paylaşmıyor. Bunlar hamısı bizim millətimizə, dövlətimizə ziyan gətirən şeylərdir. Üstəlik də hələ bir cənab prezident xahiş edirəm baxın bu tibb bacısına mənə iynə vurmur. Yekə kişisən, adamsan, səsindən də hiss edirəm ki, aşağısı 50-dən yuxarı yaşın var. Prezident tibb bacısına baxacaq orada, səni gözləyir prezident şeyin qabağında. Sizin dövlət başçısıyla nə işiniz var, prezidentlə nə işiniz var? Get həmin tibb bacısının həkiminə, şöbə müdürünə, xəstəxana direktoruna və nəhayəti təbib rəhbərliyinə rəsmi şikayət elə. Çəkib orada niyə qoyursan, özünüzü göstərirsiniz? Nə ayıb şeylərdir bunlar? Ona görə də mən ilk növbədə elə mən xalqımın özündən xahiş edirəm ki, biraz özünüzdə düzəliş aparın. Biraz düzəliş aparın. Yığışdırın belə şeyləri. Götür rəsmi ərizə verin kim nəsə şikayət edirsə. Təbibə yeni rəhbərlik gəlib. Hamımız nəzərinizə çatsın. İndi islahatlar gedir də orada. Biraz gözləyin, biraz səbirli olun. Biraz səbirli olun. Aziyataj yaratmayın ölkədə. Görürsünüz ki, kimdənsə şikayətiniz var, gedin onun şöbə müdürünə ərizə verin. Çəkib paylaşıb aziyataj yaratmayın. Ayıbdır. Hər birimizsin ha, mənsin də, səhətsin də, hamısın ayıbdır ki, duran hansısa bir xırda və əgər əskiyimizi götürüb videolayın, talaq paylaşaq, bütün dünya baxsın. Olmaz belə şey. Bu qədər. Çox sağ olun. Gecəniz xeyri qalsın. Tanrı Türkü qorusun. Tanrı Azərbaycanı qorusun. Sizinlə Qopuz Media qrupunun rəhbəri Azad İskəndərli idi.